hoş gördük. Bugün sizinle birlikte 3. sınıf riyaziyyat iş defterinden sayfa 35'te olan tapşırıkları həll edəcəyik. Başlamazdan önce kanalıma abone olmağı ve videomu beğendinizsə beğenilməsə basmayı unutmayın. Gəlin başlayaq. 8-ci bölmə kəsirlər. Tam və bərabər kəsirlər. Hissələr kəsir. 1. Hansı fiquru bərabər hissələrə bölünüb qeyd et. Hansı fiqur bərabər hissələrə bölünüb. Deməli, bu bərabərdir. Hamısı bərabərdir. Bu bərabər deyil. Baxın, biri böyükdür, digərləri isə balaca. Bu bərabərdir. Bu bərabər deyil. Bu da bərabərdir. Bu əsla bərabər deyil. Bu çünki belə romb var, sonra nə bilim üçbucaq. Fərqli fiqurlarda ona görə də olur. İlk fiqurlar bərabər hissələrə bölünüb. Uyğun hissələri rənglə. Aha, rəngləyək. Deyir ki, bir dəqiqə. Aha, ilk fiqurlar və aha. 3-də 2. 3-də 2-dirsə biz bunu sarı ilə rəngləyək. Sarı ilə rəngləyək. Burada belə 3-də 2. Sərgə ilə rəngləyək. Aha, belə yəni burada 2 dəli hissə rəngləyir də. Siz buralara eləməyin. Ana 2 dəli hissə rəngləyir oradakı. Sonra qırmızı ilə rəngləyək 4-də 1-i. Birinci baxın, siz də mənim kimi kənarları rəngləyin. Aha, baxın, qəşəng belə daha qəşəng görünür. Bu biraz pis görünür. Ancaq siz təbii ki, qaradaşla eləsəz yaxşı olar. Mən burada gördüyüm şeyim kompüterdə eləyirəm. Ona görə də burada pis görünür. 5-də 2-li də mavi rənglə eləyək. 5-də 2. Aha, belə. İşte 2. Deməli, 6-da 5-i də rəngləyə bilərik. Bənövşəyi rənglə. Bənövşəyi rənglə, yəni rəngləyək belə. Yalnız yəni bir dənə hissəsi qalacaq bu 6-da. Nədir onsuz da bu da? Biraz bərabər eləyək. Aha, oldu. İndi isə keçək tapşırıq 3-ə. 3 fiqurları uyğun sayda bərabər hissələri böl və rənglə. Aha, bölüb rəngləyəcəyik. Bölmək üçün düz xətt götürək. Aha, eləyək. 2-də 1-ini. Belə. 5-də 2-sini. 5 yerə. 1, 2, 3, 4. 4-də 3-ünü. Onlar elə bir simmetri yoxu kimi düşünün. Elədir. 8-də 4-ünü. 8 yerə. 1, 2, 3, 4, 5, 6, 7.
Tam beraber bölə bilmirəm mən burada. Ancaq siz bərabər bölün. Tam bərabər bölə bilməzsiniz. Ancaq yəni bərabər bölməyə çalışın da belə yox. 1, 2, 4, 6. Aha, indi isə deyirdi rəngləyin. Rəngləyin hamısını qırmızı ilə eləyəcəm. Deməli, aha. 2-də birini deyirsə, bir də hissəsi rəngləyəcəyik. Yəni o biri hissələrə çıxmayacaq. Aha, oldu. 5-də ikisini deyirsə, mən bu böyləyə rəngləyəcəm. Nəysə, 4-də 3-ünü, 4-də 3-ündə. Baxın, mən burada sərgəli işləyə bilmirəm. Ancaq siz sərgəli işləyin də bunun kimi işləməyin. 3, bu da 4. Aha, 4 dənə elədim. İndi isə içini bərabərə rəngləyirəm. Altıda 4-ünü deyirsə, cəmi 2 dərsini buraxacaq. Aha, belə. Keçək tapşırıq 4-də. Parçalara bərabər hissəyə bölünüb altında yaz və uyğun hissələri rənglə. Deməli, bunun üçün belə qanun lazım deyil. Aha, bax hələ bundan olur. Belə. Aha. Deyir ki, 4-də 1 deyirsə, 4-də 1. Bizdə 4-də 1 yazacaq. Bundan yox, belə. 4-də 1. Aha. 4-də 1. İndi isə gəlin xətti çəkək. 4-də 1. Sadəcə bu hissəni. Sonra 6-da 2. 6-nı çəkmək üçün biraz saldı. Aha, 6'da 2. 6'da 2. Aha. 2 sırası eləyəcək. 5'də 4. 5. Aha. Oldu 5'də 4. 5. 1. Aha, 5-ciyə keçək. 5. Fiqurlar bərabər hissələrə bölünüb, onların əylənmiş hissələrinə uyğun kəsirləri yaz. Yazaq. 10'da 4'dür bu. 10'da 4. Sonra bu isə 5'də 3'dür. Burada 8'də 3'dür. Burada 4'də 1'dir. Burada 9'da 6'dır. Burada 8'də 6'dır. Belə dostlar, bu gün də sizə tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.